Doktor, autizmin yüngülü ağrı olurmu? Mənim uşağımı müayinə eləyiblər, deyiblər ki, sizin uşağınızda ağır formadır. Və mən çox narahatam ki, uşağımda əgər ağır formadırsa, bu sağalmaya bilər. Bizə həqiqətən bu sualları çox verirlər və valideynlər bundan çox narahatdırlar ki, hansı forma autizmlər düzəlmək, bərpa olmaq ehtimalı var. Ümumiyyətlə autizmin ağırlıq dərəcəsini ayırırlar və ağırlıq dərəcəsini 3 qrupa bölürlər. Birinci, ikinci və üçüncü qrup. Və bu ağırlıq qrupu əsasən uşağın özünə qayğı, sosial əlaqəyə girmək, bacarıqları, nitqi istifadə etmək, gözə baxmaq və davranışlarını idarə etmək bacarıqlarına əsasən təyin olunur. Yəni bu bacarıqlar nə qədər qısıtlıdırsa və ağırdırsa, autizmin dərəcəsi o qədər ağırdır. Əlbəttə ki, bunun üçünsə xüsusi şkalalar bizə sual-cavab formasında kömək eləyir ki, ağırlıq dərəcəsini təyin edək. Amma tədqiqatlar nəticəsində təyin olunmuşdur ki, xüsusilə erkən yaşlarda 1 yaş yarım və 5 yaş arasında uşaqlarda aparılan kompleks müalicələr, kompleks təlimlər, bu təlimlərin ardıcıl olması, valideyn inamı, valideynin maariflənməsi, bunlar hamısı kömək eləyir ki, autizm spektr pozuntusunun ağırlıq dərəcəsi getdikcə daha da yüngülləşsin. Bunu biz sadəcə sözdə demirik, həqiqətən də tədqiqatlar nəticəsində təsdiq olunmuşdur. Odur ki, əgər hətta uşağınız çox ağır davranışlar sərgiləsə də, heç bir kontakta girməsə də və sizə ağır forma diaqnozu qoyulsa da, siz mən dediyim kompleks reabilitasiyalar vasitəsilə uşağınızın bu problemlərini yüngülləşdirə bilərsiniz, daha yüngül formaya keçməsinə kömək edə bilərsiniz və bundan sonra da uşağınızın kontaktı, əlaqələri, davranışları daha da yaxşılaşacaq.